Bugün sizə optik eynəklərin seçimi zamanı nəyə diqqət olmalıdır sualı haqqında qısa məlumat vermək istəyirəm. Bir çox pasientlər eynək seçəndən sonra ən çox ünvanlanan suallardan biri də budur. Hansı eynək çərçivəsi seçməli, hansı materialdan hazırlanmış eynək götürməli, bahalı eynək götürsək, bahalı linza seçsək, bu yaxşı meyardır, yaxşı göstəricilik meyardırmı? Deyil. Optik eynəklər seçiləndə, seçilən eynəyin nə məqsədlə istifadə olunacağından asılı olaraq biz pasientlərə müxtəlif məlumatlar veririk, məsləhətlər veririk. Məsələn, uzaq görmək üçün təyin olunmuş eynəklər geniş çərçivə olmalıdır. Çərçivə üzdən üz skeletinə uyğun ölçüdə olmalıdır. Dar və yaxud da sıx qulaqlara istifadə edəndə buraları sıxacaq tərzdə seçilməməlidir. Çox boş və böyük olmamalıdır. Belə ki, böyük enli çərçivə üz skeletindən da uşaqlarda xüsusilə çox böyük oldu, sürüşüb düşə bilir. Sürüşüb düşdüyünə görə burnun ön hissəsində dayanır və görməmizi təmin olunan optik linzanın ən mərkəzi hissəsi aşağı düşmüş olur. Beləliklə, bu eynəklər istifadəsində görməmiz biz seçdiyimiz vəziyyətdəki kimi 100% olmaya bilir. Ona görə çox böyük və geniş eynək götürmək tövsiyə olunmur və geniş görmə sahəsi təmin olunsun deyə daha çox uzaqda istifadə üçün nəzərdə tutulmuş eynəklərin çərçivəsi böyük ölçülü olmağı tövsiyə olunur. Yaxına istifadə üçün nəzərdə tutulmuş eynək çərçivələrinin isə daha ensiz və dar olmağı tövsiyə olunur. Belə ki, bu eynəklər adətən müsbət rəqəmli linzalar olur. Bu müsbət rəqəmli linzaların böyüdücü xüsusiyyəti olduğuna görə həmin linzalarla təyin olunmuş məsafədən uzağa məsafəyə baxanda diskomfort verir. Baxdığınız əşyalar dartılmış, genişlənmiş olduğuna görə eynəyi məcbur çıxartmırsınız və yaxın məsafə üçün daha çox işi eynəyi də daha çox yaxın məsafə və uzun müddət istifadə edən adamlar bu yorğunluq verə bilər. Eynəyi dartıb çıxardıb və uzağa baxmaq yorğunluq olmasın deyə daha ensiz çərçivə tövsiyə olunur ki, eynəyin üst hissəsindən uzağa baxanda diskomfort yaşanmasın. Yaxud qoruyucu məqsədi ilə kompüter üçün nəzərdə tutulmuş, yaxud avtomobil idarə edən uzaq məsafə qət edən adamlarda işıq faralarından çıxan işıq saçmaları, yaxud asfaltdan, yaxud dənizdən, sudan əks olunan, yağışdan sonra əks olunan qamaşmaların qarşısını almaq məqsədində istifadə olunan çərçivələr də xüsusi linzalı örtüklərlə, qoruyucu örtüklərlə hazırlanır. Eynəklər tövsiyə olunur. Bir də ən çox diqqət olunur gözün qarası, yəni gözün bəbəyinin yerləşməsinə, görmə təmin edəcək eynəyin linzasının mərkəzinin üst-üstə düşməyi çox vacib nüansdır. Belə ki, şüşələr, lenslər, yəni çərçivəyə taxılacaq optik linzalar kəsiləndə görməmizi təmin edən ən yüksək görmə təmin edən mərkəz gözün bəbəyin ortasında olmalıdır. Xüsusilə yeniyetmələr eynək seçəndə yaxud eynəyi boş götürəndə burnun üzərinə düşdüyünə görə həmin mərkəz gözün bəbəyindən aşağı hissədə olur və bizim seçdiyimiz görmə ilə təmin olunmuş eynəkləri istifadə zamanı pasientlər daha zəif gördükləri gileylənirlər. Bu da bu səbəbdəndir. Ona görə eynəyi taxdıqdan sonra optikada xüsusi markerlərlə görmə mərkəzi eynəyin üzərində, bu gözün bəbəyinin üzərində olmaq şərtlə işarələnir. Bundan sonra linzalar həmin mərkəzə sürüşdürülmüş belə şəkildə taxılır, kəsilir və taxılır. Yaxud günəşdən qoruyan eynəklər seçimi zamanı nəyə diqqət etmək lazımdır? Günəşdən qoruma eynəyi gözün ön səthini ultrabənövşəyi şüalardan qorunmaq məqsədində olduğu üçün təkcə gözün qarasını, ağını deyil, gözün ön səthində haşiyə alınmalıdır deyə daha enli çərçivələr tövsiyə edirik və eynəklərin linzalarının seçimi zamanı hansı şüşəyə üstünlük verək, bahalı, ucuz, orta qiymətli suallar da pasientləri narahat edir. Bu da həmin linzanın hazırlanmış linzanın materialından asılıdır. Kristallik, orqanik, şüşə və sair materiallardan hazırlandığına görə qiymətlər də ona uyğun dəyişilir və görmə sahəsi təmin olunan enli və geniş görmə sahəsi təmin edən şüşələr biraz daha bahalı qiymətlərə əldə olunduğuna görə belə qiymətlər fərqi var. İstənilən halda 100% görmə təmin edən və həkim təyin olunmuş rəqəmlərə uyğun olaraq linza seçilməyi, eynək seçilməyi tövsiyə olunur. Tanımadığınız, bilmədiyiniz yerdə əldə olunmuş linzalar gözünüzə mənfi təsir göstərə bilər.